Bismillahirrahmanirrahim. Hər birinizi salamlayıram. Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin mübarək hədisi ilə 26-cı dərsimizə başlayaq. Sizin ən yaxşınız Quranı öyrənib başqalarına öyrədəndir. Sükunlu nun hərfi və tənvin qaydaları. Demək olar ki, bizim dərslərimiz yekunlaşmaq üzrədir. Çox güman ki, bundan sonraki dərsdə dərsimizi yekunlaşdıracağıq. Xahiş edirəm, diqqətli qulaq asasınız, çünki bu dərsi, daha doğrusu bu 26-cı və 25-ci dərsi bilmək, təcvidi bilmək deməkdir elə. Demək, əsas özəyi bu dərslərdən ibarətdir. Yallah. Bundan əvvəl sükunlu mim hərfini biz qeyd elədik. Bir də indi isə sükunlu nun hərfi və tənvin qaydaları. Sükunlu nun hərfi də və tənvin 4 qaydası vardır. Sükunlu nun hərfi və tənvinin 4 qaydası vardır. İzhar, yəni izhar dedik ki, zahir eləmək, yəni aşkar eləmək. İdğam, idğam dedik ki, bir-birinə birləşdirmək, bir-birinə qeydirmək, belə məna verir. İqlab, İqlabı bu dərsdə keçiləcəkdir. İxfa, ixfa da adından göründüyü ki, məxfi, gizlətmək. Birinci izhar. İzhar nədir? Sükunlu nun hərfi, yəni ki, nun hərfi üzərində sükun varsa, bax bu qaydada. Sükunlu nun hərfi və tənvindən sonra və ya tənvindən sonra, tənvin yəni ən, in, un, yəni bu tənvindir. Ən, yəni ən, in, un. Çünki ən, in, un, tənvinin də axırı sükunlu nun hərfidir. Onun üçün bu qaydada yazır. Sükunlu nun hərfi və tənvindən sonra həlq hərfləri gəldikdə nun hərfi öz məxrəcində aşkar tələffüz edilir. Diqqət yetirin, həlq hərfləri. Həlq hərfləri hansıları idi? Biz əvvəlki dərsimizdə keçmişdik. Boğaz hərfləri. Boğaz hərflərini dedik 3 qaydada, o boğazın dərinliyində, ortasında və yuxarısında səslənən hərflərdir. O hərflər buradadır. Həmzə, hə, xa, ayn, qayn, bir də hə. Bu 6 hərf, yəni sükunlu nun hərfindən sonra bu 6 hərf gəlsə, bu zaman hərf öz məxrəcindən aşkar şəkildə tələffüz edilir və heç bir qayda dəyişikliyi olmur. Sükunlu nun hərfi və tənvin izhar olunduğu zaman aşağıdakı incəliklərə diqqət yetirmək lazımdır. İndi bizim incəliklərimiz nədir? Dedik ki, yenə diqqət yetirin. Sükunlu nun hərfindən sonra boğaz hərfləri gəlsə, bu 6 hərf gəlsə, heç bir qayda baş vermir. Nun hərfi öz qaydasında oxunur. Quranda da ona uyğun heç bir şairə qoyulmur. Yəni, bu izhar olur. Yəni, aşkar şəkildə deyilir. Məsələn, indi incəliklərə diqqət yetirək. 1. Sükunlu nun və ya tənvin heç bir hərəkə qəbul etməsin. Sükunlu nun və ya tənvin sürətlə tələffüz edilsin və üzərində azacıq belə dayanılmasın. Əks təqdirdə tələffüz təşdid əmələ gələr. 3. Tələffüz zamanı sükunlu nun və ya tənvin ilə həlq hərflər arasında havanın ümumi axını dayandırılmamalıdır. Yəni, həlq hərfi, məsəl üçün, diqqət yetirək. Mən əmənə, mən əmənə. Yəni, bu qaydada oxunmalıdır. Mən əmənə. Yəni, burada dayanmamalıyıq, aralıq verməməliyik. Bir də ki, havanın axını dayanmamalıdır. İnhuvə. Diqqət yetirin. Dedik ki, bax, sükun yerindədir, sükun işarəsi qoyulubdur. Və özündən sonraki hərfdə normal qaydadadır. Yəni, burada izhar baş verir. Çünki sükunlu nun hərfindən sonra boğaz hərfi gəlir. Sükunlu nun hərfindən sonra boğaz hərfləri gələndə. Bir dəqiqə. Limən, hə. Tənvindən sonra boğaz hərfi gəlir. Sonra idğam.
Sükunlu nun hərfindən sonra nun, vav, ləm, mim, ra, ye hərfləri gəlsə, bu hərflərə yərməlun hərfləri deyilir. Yəni, bütün yərməlun sözündəki hərflərin hamısı burada var. Nun hərfi bu hərflərdə idğam olunur. Bu idğam ləm və ra hərflərində qunnəsiz, qalan 4 hərflərdə isə qunnəli olur. Yəni, qunnəli buruna salmaq. Diqqət yetirək. Sükunlu nun hərfindən sonra dedik ki, boğaz hərfləri gəlsə, 6 hərf gəlsə, bundan əvvəlki qaydada izhar olur, yəni eyni qaydada oxunur. Sükunlu nun hərfindən sonra bu 6 hərf gəlsə, bunlara yərməlun hərfləri deyilir. L, M, N, R, vav, Y. Bu zaman idğam olunur, yəni bir-birinə geydirmə olur. Diqqət yetirək. Məsələn, min, mə, min, mə. Məsəl üçün, sükunlu nun hərfindən sonra m hərfi gəlib, mim hərfi də bu yərməlun hərflərin içində yərməlun. Yəni, burada mim hərfi var. Bu zaman idğam baş verir. Sonra in, yenə nun hərfindən sonra yenə nun hərfi gəlib, yəni yərməlun hərfi gəlibdir. Nun hərfindən sonra vav hərfi gəlibdir. Yəni, bu qaydada. Qeyd. Sözlərin sonunda sükunlu nun hərfi, yərməlun hərfləri olan vav və yə hərfləri ilə bir sözdə olduqda kiçik olduqları üçün sükunlu nun hərfi bu hərflərdə idğam olunmur. Diqqət yetirək. Bax, biz elə İxlas surəsində də yəkun ləhu, yəkun ləhu. Bəziləri deyir ki, yəkun ləhu deyilir, bəziləri yəkun ləhu deyir. Yəni, burada idğam baş veribdir. Ona görə də bircə dəqiqə mən onu Quran-ı Kərimdə açıb daha aydın şəkildə görməyinizlə izah edim. Belə-belə çətin ola bilər. İxlas surəsidir. Diqqət yetirək. Sükunlu nun hərfindən sonra yərməlun hərfi gəlib. L, M, N, R, ləm hərfi. Bu zaman sükunlu nunun üzərində heç bir işarəs qoyulmur. Ləm hərfi təşdidli olur. Bəziləri oxuyur Quran-ı Kərimdə və yaxud da hansı bir duada deyir ki, dua kitablarında deyir ki, məsəl üçün və ləm yəkun ləhu yazılıb, bəziləri deyir yəkul ləhu yazılıb. Yazılışda yəkun ləhudur, amma oxunuşda yəkul ləhu oxunmalıdır. Yəni, burada idğam qaydası baş verir. Sonra qeyd. Dünya, məsələn, bunyan, van sözlərində sükunlu nun hərfi yərməlun hərflərində olan vav və yə hərfləri ilə bir sözdə olduqları üçün sükunlu nun hərfi bu hərflərdə idğam olunmur. Yəni, bunlar eyni sözün içində tərkibində olduqları üçün bu zaman idğam olunmur. Yəni, bunun bizim dərsimizə aidiyyatı yoxdur. Yəni, idğam bölməsinə aidiyyatı yoxdur. Quranda sükunlu nun hərfinin idğamının əlamətləndiriləməsi. Yəni, biz dedik, yərməlun hərfləri gələndə idğam baş verir. Bunun əlamətləndiriləməsi bizə hansı qaydada köməklik edilibdir? Sükunlu nun hərfi ləm, mim, nun, ra hərflərində kamil idğam olur. Yəni, bu hərflər
qoşa deyilir. Nun hərfi tamamilə oxunmur. Ləm, mim, nun, ra. Diqqət yetirək. Burada kamil idğamı bildirir, yəni heç bir işarə qoyulmur, buna təşdid qoyulubsa, deməli bu nun tamamilə oxunmamalıdır. Yəkulləhu bu qaydada olmalıdır. Bunu göstərmək üçün nun hərfinin üstündə sükun işarəsi qoyulmur, əvəzində bu hərfin üstündə təşdid işarəsi qoyulur. Əvəzində növbəti hərfin üzərində, yəni yerməlun hərfinin yazılmalıdır. Burada səhvlik olur. Məsələn, mən rahim, mər-rahim olmalıdır. Oxunmur nun hərfi. Mən mə'iyyə, məsələn, mən mə'iyyə olmalıdır bu qaydada. Sonra, sükunlu nun hərfi və nun hərfi, yəni dedik 6 hərfdir yerməlun, bu 4-ündə kamil idğam olunur. Sükunlu nun hərfi vav və yə hərflərin naqis idğam olunur. Naqis nədir? Tamamilə aradan getmir, yəni. Və bunu göstərmək üçün sadəcə nun hərfinin üstündə sükun işarəsi qoyulmur. Məsəl üçün, min vələdin, məsələn, min buruna salınır, sonra vav hərfi deyilir. Məsələn, mən, bu qaydır, mən yəqulu. Bir dəqiqə. Görək Quranda bizə nun hərfindən sonra vav və yə hərfi gəlsə. Sükunlu. Sükunlu. Bunlara uyğun biz misallar çox tapacağıq. Allahın izni ilə lazım olsa ki, gələcək dərslərimizdə də, daha doğrusu gələcək dərsimizdə də qeyd edə bilərik. Mən bunları gələcək dərsimizdə saxlayıram. Çünki xüsusi qaydalar var ki, istəyərəm ki, onları göstərəm. Məsəl üçün, burada nun hərfidir, sükunludur, sükun işarəsi qoyulubsa deməli, yəni biz biraz zirəng olsa, dərsi yaxşı mənimsəsək, heç bundan sonraya baxmasaq bilməliyik ki, özündən sonra boğaz hərfi gəlibdir. Həlq hərfi, xa. Ona görə də nun hərfi aydın oxunur, izhar baş veribdir. Yəni, bu onu göstərir. Hər zaman bu sükunun həddən artıq çox olur. Sadəcə indi axtarırıq deyə yoxa çıxıb. Sonra baxarıq inşallah. Dərsimiz uzanmaz. Sonra tənvinlərdə, yəni ən, in, unda sükunlu nun hərfinin idğam olunduğunu göstərmək üçün tənvinlər bir-birinə bərabər olmayan surətdə yazılır. Məsəl üçün, rizqən ləkum, yəni ki, burada idğamın baş verdiyini başa salmaq üçün bu tənvinlərdə sadəcə paralel yanaşı şəkildə yazılmır, çarpaz formada yazılır. Çarpaz deyəndə paralellikdən azacıq sürüsülü formada yazılır. Yəni ki, bərabər formada yazılmır. Bu zaman biz bərabərsizliyi görəndə başa düşürük ki, burada hər hansı bir qayda baş veribdir. Məsəl üçün, yenə onda da eyni qaydada mən bunu Quran-ı Kərimdə misallar göstərim. Tənvinlər. Biz diqqət yetirin. Bax, burada tənvindir, əndir. Axır, yəni bildik ki, sükunlu hərfdir. Burada paralel veribdir, deməli bundan sonra boğaz hərfidir. Yəni heç bir qayda baş vermir, onun əlamətidir. Boğaz hərfi gəlib, təbii bulu həmzə. Biz bax, diqqət yetirək. Bax, burada görürsünüz, indi, amma paralel şəkildə verilməyibdir, bərabər şəkildə verilməyibdir, biraz sürçülü vəziyyətdədir. Deməli, bu hərfdən sonra idğam baş veribdir. İdğam hansı idğamdır? Baxırıq. Vav hərfi gəlibdir, yəni yerməlun hərfi gəlibdir. Vav da naqis idğamdır. Sonra
Bura baxaq. Məsələn, bihicərətin yazılıbdır. Çarpaz formada. Deməli, bu qaydada nəsə bir qayda baş veribdir. Baxırıq, özündən sonraki hərfə mim hərfidir. Yərməlun hərfidir. Yəni ki, təşdidli qeyd edilibdir. Yəni, burada in-ni oxunmur. Bihicərətin min. Bax, burada da bir qayda baş veribdir. Heç bir şairə qoyulmayıbdır. Deməli, bundan sonra hansısa bir qayda gəlir. İndi onu da keçməmişik, indi keçəcək Allahın izni ilə. Bax, burada da çarpaz şəkildə verməyibdir. Yəni, burada bilirsən ki, idğam baş veribdir. Mim hərfi gəlibdir, yərməlun hərfidir. Diqqət yetirin, bu da paraleldir, boğaz hərfidir. Ola bilər, biraz sizə çətin gələ bilər, amma sonra yavaş-yavaş diqqətlicə oxuyub təkrar etdikcə mənimsəyəcəksiniz. Sonra iqlab. Yəni biz dedik ki, sükunun hərfimiz izhar olur, idğam olur, izharı keçdik, aşkar deyilir, idğam olur, idğamda 6 hərfdə deyilir, yəni yərməlun hərfdə. İqlab olur, bir də ixfa olur. İqlab hansıdır, ixfa hansıdır? İqlab lüğətdə mənası çevirmə deməkdir. Təcviddə isə bir hərfin digər bir hərfə çevrilməsidir. Sükunlu nunun, yəni bu hərf sükunun və tənvindən sonra bə hərfi gəlsə, sükunlu nun və tənvindən sonra bə hərfi gəlsə, nun hərfi mim hərfinə çevrilir. Nəzərə alın ki, mim qünnə ilə oxunur. Məsəl üçün, ən bi yazılıbsa, nun hərfindən sonra bə hərfi gəldiyi üçün bu zaman bu nun hərfi mim hərfinə çevrilir. Məsələn, səmi'ən yazılıb, amma əm oxunacaqdır. Əm bəxira bu qaydada. Yəni, bizdə də Quranda yenə bizə işarə köməklik veribdir, yəni çətin gəlməsin. Bu zaman nun hərfinin üzərində bir balacə mim hərfi qoyurlar, yəni bizə kömək üçün. Sonra ixfa. Sükunlu nun hərfi və tənvindən sonra həlq hərfləri, yərməlun hərfləri və bə hərfindən başqa qalan 15 hərf gəldikdə nun hərfi ixfa olunur. Bu halda səs qünnə ilə 2 səs miqdarında davam edir. Yəni, naqis idğam baş verir. Məsəl üçün, əntum, indəhum, min zəhəbin, məsələn, min zəhəbin, yəni heç bir qayda baş verir. Çünki yərməlun hərfləri gələndə idğam olurdu, həlq hərfləri gələndə ki, izhar olurdu, kamil oxunurdu. Sonra bə hərfi gələndə iqlab olur, yəni ki, nun hərfi mim hərfinə çevrilir. Qalan 15 hərf gələndə isə naqis olur. Bu da ixfa olur. Quranda iqlab və ixfanın əlamətləndiriləməsi. İqlabın baş verdiyini göstərmək üçün sükunun nun hərfinin sükun işarəsi yazılmır. Əvəzinə nun hərfinin üstündə kiçik belə bir mim işarəsi qoyulur. Tənvinlər isə bu şəkildə yazılır. Yəni, ən idi, in olur, belə əm, im. Bu qaydara yazılır. Məsəl üçün, burada balacədir, düzdür. Ən, bi yazılıb. Burada əm, balacə bir mim hərfi qeyd edilir. Yəni, dərsimiz biraz bu hərflər yaxşı düşməyib. Bu geri yaxınlaşdıraq görək, nəsə. Çap da yaxşı düşməyib. Balacana bir mim hərfi işarəsi qoyulur. Nun hərfinin üzərində bilirsiniz ki, bu nun hərfini mim kimi oxumaq lazımdır. İxfanın baş verdiyini göstərmək üçün naqis idğam da olduğu kimi nun hərfinin üstündə sükunun işarəsi yazılmır. Tənvinlər isə bir-birinə bərabər olmayan şəkildə yazılır. 26-cı dərsi tam öyrənməmiş, 27-ci dərsə keçməyin. Yəni, sonuncu dərsimizə keçməyin deməkdir. Diqqətinizə görə çox sağ olun. Allah müvəffəq eləsin. Ümid edirəm ki, sizlərə bu dərs çətin gəlmədi. Yəni, çətin gəlsə də əmin olun ki, çox asan bir dərsdir. Sadəcə biraz dərsi mənimsəsəz,
bir neçə dəfə təkrar oxusaz tam mənimsəyəcəksiniz. O zaman heç bir çətinliyiniz olmayacaqdır. Çox sağ olun. Allah müvəffəq eləsin.